Bizden hər insan öz ailəsində olan övladının gücünü bilir, qüdrətini bilir, potensialını bilir. Fəzail müəllim də bilir ki, onun davamçısı qızı olsa, o daha da gələcəkdə uğurlu siyasət apara bilər. Amma mən bir şeyi başa düşmürəm ki, oğlu buna qarşı olan haqsızlıq. Mən düşünürəm ki, burada da yad əllər, yad unsurlar övladını öyrədirlər atasına, bacısına qarşı. Mən elə bilirəm ki, bu da öz həllini, öz yerini tapar. Amma bir şeyi övladı başa düşməlidir ki, bugün atasına bir kəlmə vurduğu zərbə ömür boyu öz-özünü bağışlanmazdı. O qayıtmalıdır düz yola və atasının nə deyirsə onu eləməyə onun borcudur. Çünki o həyatı yaşayıbdır, amma kimin hesabına? O partiyanı idarə eləməyə layiq olsaydı, onun atası onu seçərdi. İkinci də ataların bir sözü var. Ata nə deyirsə o olmalıdır. Övlad istədiyini istəsə eləyə, onun nəticəsi həmişə ağır olubdur. Fəzail müəllim düzgün qərar verir ki, qıza verir partiyanın sədrini, çünki gələcəyini görür, bilir. O övladlarını böyüdür, potensialını bilir. Ona görə Fəzail müəllim haqlıdır. Amma mən oğluna müraciət edəcəm, atandan üzr istər. Və səhvləri gec də olsa başa düş. Sən atana qarşı elədiyin haqsızlığı vaxt gələr özünə də bağışlamazsın.